Salam, hər birinizi xoş gördük. Uşaqlar, bugün Turanla birlikdə Azərbaycan dili 53-cü səhifəni oxuyaq. Mən oxuyacağam, Turan dinləyəcək. Baxaq. Əvvəlcə deyir ki, şəkillərdə gördüyünüz hansı obrazların mətndə adı çəkilmir. Bu səhifəyə aiddir, onu oxumuşduq. Gəlin buranı oxuyaq. Ç-ni nöqtələrin yerinə hərəkət bildirən sözlər yazmaqla cümlələri köçürdün. Cücələr yemi neynir? Dimdiklədi. Cücələr yemi dimdiklədi. Küçük qorxudan zingildədi. Toyuq ucadan qaqqıldadı. Keçi çobanı görüb mələdi. Pişik divanda oturub miyoldadı. Uşaqlar, cücələr neyniyər? Yemi dimdikləyər. Küçük zingildəyər. Toyuq qaqqıldayar, keçi məliyər, pişik də miyoldayar. Sizcə nə üçün heyvanlara qayğı göstərmək lazımdır? Çünki onlar dilsiz ağızsız heyvanlardır. Bir yerləri ağrıyanda onu dil açıb bildirə bilmirlər. Onlar küçələrdə sahibsiz qaldıqda, belə deyim, ac, susuz qalırlar, yemək axtarma, düzdür. Rəbbim onları elə yaradıbdır ki, onlar çöl üçün yaradılıbdır. Məsələn, onlar amma yəni sahibsiz qaldıqda onları məsələn ac olanda onlara yemək vermək, susuz olanda su vermək həqiqətən də savab əməldir, yaxşı bir işdir. Heyvanlara qayğı göstərmək, sevmək lazımdır. Axı onlar da canlıdır. Onların da hissiyatı var. Onlar da ağrıya bilir, kədərlənə bilir, sevinə bilir. Canlılara ümumiyyətcə qayğı göstərmək lazımdır. Həm heyvanlara, həm bitkilərə, həm insanlara. Şəkillərə baxın və toplan haqqında mətnin davamını təxmin edin. Yəni, təxmin etmək o deməkdir ki, yəni görüm necə olacaq bunun davamı. Yəni, fikirləşin özünüzdən bir yaradıcılıq olaraq təxmin eləyək, görüm necə ola bilər təxmini. Hər yerdən qovulan toplan əlacsız qaldı. Yəni, əlacsız qalmaq o deməkdir ki, çarəsiz qaldı, bilmədi neynəsin. Kör, peşman həyətdəki evə yaxınlaşdı. Pəncərənin qarşısındakı skamyaya dırmaşdı. Uşaqlar skamyaya oturacağa deyirlər. Evdən xörək iyi gəlirdi, yəni yemək yiyib. Toplan pəncərədən içəri boylandı. Divanda iri bir pişik uzanmışdı. Toplanın ona paxıllığı tutdu. Bilirsiniz niyə? Dedi, mən çöldə ac-susuz dayanmışam burada skamyanın üstündə, çöldə. Amma baxın, pişik nə yaxşı içəridə, isti evdə, orada yemək yeyir, dincəlir, soyuqdan qorunur. Ona görə toplanın, yəni itin pişiyə paxıllığı tutdu. Ürəyində fikirləşdi, kaş onun yerində olaydım. Toplanı görən pişik tüklərini qabartdı. Onun üstünə cummaq istədi. Toplan qorxub qaçmaq istədi. Elə bu zaman qapı açıldı. İçəridən bir oğlan çıxdı. O, Toplanı görüb dedi, vay vay, nə yaman islanmısan, yəqin acsan, indi səni yedizdirərəm, isinərsən. Sonra pişiyə acıqlandı. İpək, sən niyə tüklərini qabartmısan? Bilmirsən ki, qapıya gələn qonağı qovmazlar? İpək pişiyin adıdır, Toplan itin adıdır. Həmin bu İpəyin Toplana paxıllığı tutdu. Yəqin fikirləşir ki, daha indən sonra Toplan da bizim evimizə gəlsə, İpəyə az vaxt ayırarlar. Elə Toplanı yedizdirərlər, öpərlər, qayğısına qalarlar, birdən İpək yaddan çıxar. Ona görə qısqandı, dedi ki, Toplana qabartdı ki, tüklərini Toplan qorxub getsin, çəkilsin pəncərədən. Axı o sahibinin, İpək sahibinin mərhəmətli olduğunu bilirdi. Bilirdi ki, sahibi həmin o oğlanın necə ki, İpəyə qayğısı var, heyvanları xoşlayır. Bilirdi ki, o ürəyi təmizdir, ürəyi yumşaqdır, mərhəmətlidir. Toplanı görsə ki, orada soyuqda durub, onu içəri alacaq. Ona görə də İpəyin Toplana paxıllığı tutdu, Toplanın da İpəyə paxıllığı tutdu. Toplanın ona görə paxıllığı tutdu ki, İpək isti yerdə durub. İpək də qısqandı ki, birdən Toplan gələr, ona da qayğı göstərərlər, İpək yaddan çıxar. Necə ki, iki uşağın həmişə bir-birinə, valideyn uşağın birini əzizləyəndə, o birisi qısqanır, bu da elədir. Əlacsız o deməkdir ki, çarəsiz, əlacsız, çarəsiz qalıb, bilmir neynəsin. Kör peşman o demək ki, peşman olubdur. Kör peşman qanı qara, kefi olmamaq.
Skamya uşaqlar. Parklarda görmüsünüz, belə taxtadan skamyalar olur, oturacaq. Ona skamya deyirlər. Qabartmaq, yəni şişirtmək. Qabartdı belə, şişirtdi. Və uşaqlar, hekayədə hansı obrazlar var? Hekayədə Toplan obrazı var. Sonra İpək obrazı var, oğlan var. Baş qəhrəman kimdir? Baş qəhrəman Toplandı. Toplan. Obrazlara münasibətinizi bildirin. Kimdən daha çox xoşunuz gəldi? Mənim daha çox ev sahibindən, həmin İpəyin sahibindən xoşum gəldi ki, o mərhəmətli idi. O pişikləri də xoşlayır, pişiyə də baxır, qayğısına qalır. Hələ gördü ki, çöldə it soyuqdan islanıbdı. Yağışdan, qardan islanıb üşüyür, həm də acdı. Axı qar yeməklərin üstünü örtür çöldə. Donur, itlər, pişiklər caynaqları ilə onu axtarıb tapana kimi donurlar, üşüyürlər deyə. Yəni sahibin yazığı gəldi ona. Və uşaqlar, digər mövzumuzu oxumayacağam, çünki digər mövzunu mövzuya qatmayaq. Bugünkü mövzumuz Toplan barəsində idi. Abunə olun, like atın. Bəli. Kanalımız böyüyəcək. Onun sayəsində 1000 abunəyə ulaşacağıq. İnşallah. Görüşərik. Sağ olun.